müzakirə etməyəcəyik. Bu əslində dediyim kimi mən üçün heç də təəccüblü deyil ki, Paşa Holdinqin tərkib hissəsi olan bu Paşa Bankın bazara çıxması məni təəccübləndirmir. Bu addımı biz Paşa Bankdan, Paşa Holdingdən gözləyirdik. Amma əslində biz yeni bir mərhələyə gəlib çatırıq. Özəl sektorun öz yetkinlik mərhələsinə keçdiyi bir dövr yaşayırıq. Yəni, mənim fikrimcə bu əslində Paşa Bank birinci olur, amma əslində Paşa Bankın bu bazara çıxması geniş auditoriya gözəl bir mesajdır və bu mesaj çox güclü və təsirlidir. Bildiyiniz kimi şirkətlər inkişaf elədikcə əvvəl təsis olunurlar, sonra sabitliyi təmin etmək niyyətini o ilkin mərhələdə onunla məşğul olurlar. İnsanlar bacarıqlarını formalaşdırırlar, idarə etmə, risk mədəniyyəti formalaşdırırlar və növbəti mərhələdə bazar payını genişləndirirlər, tərəfdaşlarla, müştərilərlə uzun müddətli münasibətlər qururlar və son deməyim, növbəti mərhələdə artıq təbii olaraq daha geniş bazara çıxma,